Servis proqramlarının funksiyaları hansılardır? İstifadəçi əlavə xidmətlər göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirir. Belə cavab olacaq burada A bəndi. Task Scheduler utilitinin funksiyası nədir? Bir proqramdır misal üçün, o proqramı əvvəldən işə salırsan. Misal üçün Teams proqramında var idi ki, biz vaxt təyin edirdik, həmin vaxt ərzində proqram işə düşürdü. Deməli, optimallaşdırma yox. Aha, elə Y bəndi müəyyən vaxt üçün proqramları işə salır. Defragmenter isə diskin işini optimallaşdırmadır. Daha sürətli müraciət təmin edir. Cavab olacaq B bəndi. Sistem restore isə nə bilim, bir 10 gün əvvəl, bir ay əvvələ geri qaytarır sistemi. Yox, C də yox. Elə D bəndi. Task Scheduler proqramı vaxt üçün təyin edilmiş proqramla işə salır. Bir olacaq B. Bir olacaq B. 2 defragmented optimallaşdırmadır. C idi. 3 də A'dır. İnformasiya sisteminin yaradılması, informasiya təminatının maşın daxili təşkili və idarə edilməsi üçün hansı tədbiri proqramından istifadə olunur? Təbii ki, verilər bazasından. Proqram təminatı nədir? Kompüterin fəaliyyəti, informasiya emalının təşkili, idarə olunması üçün istifadə olunan proqramlar kompleksi. Kompilyator və interpretatordan fərqi odur ki, kompilyator ilkin proqramı bütövlükdə maşın dilinə çevirir və saxlayır. Utilitin funksiyası köməkçi həm də zəruri məqsədlər üçün istifadə olunur. Disklərin ehtiyac sürətini çıxardan backupdır. Uyğunluğun proqramlaşdırma dilləri Lisp deyil, dil. Başqa dil var, yoxdur. Bir olacaq. Bir olacaq A. Bir olacaq A. 2 görək B ilə 7-mi? B ilə 7 düzdür. Sistem proqramları Linux düzdür. Baza proqram təminatı, servis və instrumental. Baza deməli Linux daxildir, Windows daxildir. Birə uyğun olacaq A-nın D. 1 A-nın D-dir. Burada Y də yazılıb, bu deyil. 1 A-nın D-dir. Y ümumiyyətlə sistemə aiddir, amma bazaya aid deyil də, servisə aiddir. Ona görə cavab olacaq A bəndi. Hansı sistem proqramı deyil? Sistem proqramı deyil. 2-dir, 3-dür, 2-dir, 3-dür, 5-dir. Bunlar tətbiqi proqramlardır. Proqramlardan hansılar sistem proqramlarıdır? Sistem Unix-dir, sonra ScanDisk-dir, Norton Commander-dir. 1-dir, 5-dir, 6-dır. Cavab olacaq B bəndi. Arxivləşdirmə faylları hansı məqsədlə istifadə olunur? Həcmi azaltmaq üçün. Aha. Faylın həcmini azaltmaq üçün. Diskdəki səhvləri tapan scan diskdir. Diskdəki boş sahələr, boşluqları tapan boş sahələr drive space-dir. Birində tətbiqi proqramlar yoxdur. Tətbiqi var. Misal Excel tətbiqi var. Tətbiqi Excel var. Burada da Unix, BIOS, Kaspersky olacaq. Burada da Lotus var. Photoshop var, Dilmanc var. Tətbiqi proqramların təyinatı konkret hansısa bir məsələ, istifadəçi kompüterində yox, müəyyən tip məsələnin həlli üçün, məsələn, müəyyən tip bizim məsələ, hansısa bir məsələni həll eləyəcək. Oyun proqramı, mətn redaktoru, elektron cədvəl, sistem proqram təminatının əsas funksiyası, kompüterə qoşulan xarici qrupulan parametrləri yox, informasiya mübadiləsi yox. Əslində mübadiləni seçə bilərik, amma digər doğru, tam dolğun cavab da ola bilər. Ona görə bütün variantlara baxaq. Kompüter ilə istifadəçi arasında dialoq yaratmaq, bu da əslində sistem proqramında əməliyyat sisteminin funksiyasıdır. Müəyyən səhv məsələlərin həllini təşkil edir. Kompüter işini və emalını, bu tam düzgün cavabdır. Çünki, bax, informasiya mübadiləsini əslində kommunikasiya proqramları da eləyə bilər. Amma sırf kompüterin bütün işini, informasiya emalını icra edən sistemdir. İnterpretatorun funksiyası hissə maşınında hər bir operator tərcümə edən kimi icra edir. Bəli, tərcümə edir, icra edir, sətir-sətir. Kompilyator isə maşında tam tərcümə etdikdən sonra icra edir. Təkliflərdən hansıları doğrudur? Java proqramlaşdırma dili düzdür. Kompüter proqramı da plotlar yanlışdır. 1 olmalıdır, 2 olmamalıdır. 2 var, getdi. 1 olmalıdır, 2 olmamalıdır, getdi. Ya 1 3 4-dür, ya 1 4 5 6-dır. Aha.
BIOS xarici yaddaşda yerləşir, yox, daimi yaddaşda yerləşir. 3 yanlışdırsa cavab olur A bəndi. Printer çıxış qolusu düzdür, informasiya prosesoru demək olunur, düzdür, kompüter monitoru işləyə bilməz, düzdür. Uyğunluğu müəyyən edilir. Resurslardan istifadənin tipinə görə, eyni vaxtda yerinə yetirilən məsələ sayına görə, emalı rejiminə görə. Emalı rejiminə görə paket emalı, vaxt bölgülü və real vaxt miqyaslı. 3-ə uyğun olacaq B, C, C. 3'e uygundur. B, C, C. Neden? Yani A bəndi. Başqa yoxdur ki, 3'e B, C, C olan yoxdur. Bir AD'dir. Sulardan istifadəyə görə şəbəkə lokal düzdür. O birisi də ki, eyni vaxtda yerinə yetirilən məsələ sayına görə bir məsələdir, çox məsələlidir. Əməliyyat sistemi, fayl sistemi, fayl genişləməsi. Əməliyyat sistemi Solaris B7, bir B7. İkisindən biridir. Bir B7, iki faiz sistemi. Faiz sistemi NTF sistemi bir de FAT'tır. Faiz sistemi A'nın S'dir. Onda cevap olur Y bəndi. Hər hansı qovluqda IPC-doc faylı saxlanılır. Həmin qovluqda alt qovluq yaradılır. IPC-doc faylı həmin alt qovluğa daşınır. Bundan sonra həmin faylın tamamı da belə olur. Daşınmaya qədər deməli, daşınmaya qədər belə çıxır ki, doq yox imiş da, nəyinsə içindədir, onun içində yeni bir qovluq yaradıb, bunu həmin qovluğa atıblar və vəziyyət belə olubsa, deməli, sonuncu yox imiş da onda, sənədlərin içindəymiş. Daşınmaya qədər faylın tamadı sənədlərin içindədir, deməli, D-data sənədlər, IPC doq cavab olur, Y bəndi. 27-ci sual. Faylın tam adı verilir. Faylın yerini informatika kataloqundakı Magistr kataloguna köçürdük. Magistra köçürdük. Məntiqdən götürdük. Magistra köçürdük. Faylın tam adı. Məntiq olmamalıdır. Məntiq olmamalıdır. Magistr da olmalıdır. Cavab olacaq A bəndi. Hansı ardıcıllıq doğrudur? Birinci aparat təminatı olmalıdır. Sonra əməliyyat sistemi, sonra tətbiqi proqram, sonra da istifadəçi onu istifadə edəcək. Düzgün uyğunluğu müəyyən edir. Defragmenter optimallaşdırmadır. Bir adım. Ehtiyac sürətini yaradan backupdır. 2B'dir. Bir adı 2B'dir. Başqa variant yoxdur onsuz da. 3. Scan diskdəki səhvləri tapıb aradan qaldırır. İnformasiya tutumunu yerinə yetirəndə drive space'dir. Fayl olan yolda yazılış nəyi göstərir? D diskdir, faylın yerləşdiyi diskdir. Azəri yerləşdiyi papkadır. Reklam faylın adıdır. Doqda genişlənməsidir. Aşağıdakı müxtəlif proqramlar siyasının asılı əməliyyat sistemləridir. Əməliyyat sistemləri 2'dir, 3'dür, 6'dır, 2'dir, 3'dür, 6'dır. Hər hansı qovluqda arayış doc faylı saxlanılır. Həmin qovluqda alt qovluq yaradılır. Arayış da alt qovluğa daşınır. Bundan sonra faylın tamamı belə olub. Daşınmaya qədər onda axırıncı qovluq yox imiş. Yəni doc yox imiş da belə deyək. Qovluğun yolu soruşulur özdə. Bax. Qovluğun yolu soruşulursa, bu axırıncı yox imiş. Qovluğun yolu soruşulursa, sənədlərdə dayanacaq. Elə cavab olacaq Y bəndi. Bu şablona uyğun olanlar. B ilə X arasında, daha doğrusu yox, B ilə X arasında yox. Burada nöqtə var. X-dan qabaq 4 dənə, 3 dənə simvol olmalıdır. X-dan qabaq 3 dənə simvol. Bu getdi. X-dan sonra əvvəl 3 dənə mütləq simvol olmalıdır. Bu da getdi. Bunlar ödənir hələ ki. Buradan sonra mütləq bir dənə simvol olsun. Təkcə bir dənə. Bu getdi. Bu ödənir. Buradan sonra mütləq bir simvol ödənmir. Bu da bunu düşünsək olar, okeydir. Uyğundur. Burada ancaq 2 ilə 6. Hansı ola bilər? Ee, İynə əvəz eləyər, cığını əvəz eləyər. Li, D olmaz. D'dan sonra bir simvol əvəzləyir sual. Amma burada 2 simvol var axı. 2 olmaz. Məntiqli doq. Burada problem yoxdur. 3 olar. 3 olmayanları silək. Məntiqli. Deməli,
L'ya qədər neçə dənə simvol var? 1, 2, 3, 4, 5 dənə. 1, 2, 3, 4 dənə sual qoyub səhvdir. Deməli 4 də ola bilməz. Onda 1, 3, 5 olacaq cavab. 10 kilobayt tutuma malik klasterdə 3 kilobaytlıq neçə fayl yerləşər? 10 kilobaytlıq klasterdir. 10, 10, 10. Hamısı 10 düşündə belə deyək. O tutumu neçə 3 kilobaytlıq klaster yerləşər? Bir dənə. Çünki bu da bir dənə faylı yerləşdirdim. Bitdi, qurtardı. Nə olsun? Deməli 6 kilobayt, 6 demək 7 kilobayt boş qalıb. Sən orada daha təzədən 3 kilobaytlığı yaza bilməzsən. Yəni bir klaster bərabərdir bir fayla. Ona görə bir dənə fayl yerləşər. Tədbiir proqramlara aiddir. Paint, Calculator, Word, Internet Explorer, S bəndi. Aşağıdakılardan hansı doğrudur? Əvvəlcə BIOS proqramı, sonra əməliyyat sistemi yüklənir. Düzdür. 1. Düzdür. BIOS proqramı yükləyir. Əvvəlcə əməliyyat sistemi. Bu bir-birini təzyiq eləyir də. Bu fikir yanlışdır. 1 olmalıdır, 2 olmamalıdır. Bu getdi. 1 olmalıdır, 2 olmamalıdır. Cavab olur S bəndi. Kompüter konfiqurasiya fayllarını KMOS saxlayır. Əməliyyat sistemi əməli yaddaşa BIOS proqramı vasitəsilə yüklənir. 20 kilobaytlıq faylı 70 kilobaytlıq diskə neçə dəfə yazmaq olar? 70 kilobaytlıq diskə 20 kilobaytlıq faylı neçə dəfə yazmaq olar? 70 bölünsün 20. Deməli neçə dəfə deyərik? 4 dəfə desək 80 eləyər, 3 dəfə desək 60 eləyər. Burada 10 kilobaytda qalacaq. 3 yarım demirik də, 3 dənəsi tam yerləşir. Neçə dəfə yerləşdirmək olar? 3 dəfə tam yerləşdirmək olar. Aha. Hansı anlayışlar kompüterin sərt diskinə aiddir? Aha. Sektor, klaster, cığır, sərt disk ayrılan xüsusiyyətlərdir. Hansı xidməti proqram vasitəsilə sərt diskin zədələnmiş hissələrini müəyyən etmək olar? Scan disk səhvləri tapandı. Faylın həcmi 801 kilobayt olarsa, o diskdə neçə klaster yer tutacaq? 801 kilobaytdır. Mən klasterin ölçüsü 4 kilobaytdır. Bunu 4-ə bölsəm, 200 dəfə 800 eləyir. Aha, demək 200 dənə klaster lazımdır. Daha doğrusu, hətta 200 dənə klaster lazımdır. Bu mənə deyir ki, klaster neçə klaster yer tutacaq? Aha, 200 dənə klaster lazımdır, amma bu elə bir ki, tam yerləşmir də əslində. Gəl belə deyək də, mən bunu tam beləsi olsam, kalkulyatorda göstərim. Bax, burada 801-i 801 bölünsün 4-ə. Deyirəm, neçə dənə klaster lazım? Deyirsən ki, 200 yarım. Yəni tam deyək də 200 yarım. Neçə dənə? Yəni 201 dənə klaster. Ona görə bizə neçə klaster dedi? 200 deyə bilmirik. 201 dənə klaster lazımdır. Çünki orada hamısının yerləşməsi lazımdır axı bizə. Ona görə Y bəndi. Deyir ki, 4 kilobaytlı klasterimiz var. Hamısı 4-4'dür də belə deyək. Hamısı 4 kilo. Bunları bax toplayıb 4-ə bölsən səhv eləyərsən. Bunlar tək-tək yerləşəcək. Bu 4 kilobaytlığa yerləşdi. Elə 4 kilobayt yer tutdu. Bu da 4 kilobaytlığa yerləşdi. Bu da 4 kilobayt yer tutdu. Elə bu da 4 kilobayt, bu da 4 kilobayt. 4 dəfə 4-ün 16 kilobayt yer tutacaq. Cavab olacaq A bəndi. Yəni toplayıb böləsi olsan, 1.5, 3.5. 4 bu eləyir. 6 yarım. Hardasa yəni 16-ya çatmayacaq da 8-9 kilobayt maksimum yer tutacaq. Elə hesablamaq səhv olur. 5 megabaytlıq diskdə 20 kilobaytlı neçə fayl yerləşdirmək olar? 5 megabayt, 5-i vur 200 tona, böl 20 kilobayta. Klasterin ölçüsü 8 kilobaytı. Hə, bunu da nəzərə alaq. Deməli, bizim 8 kilobaytlıq klasterimizin ölçüsü 8 kilobaytdır. Birincisi bizim 5 megabaytımızı kilobayta çevirəndə 5'i vururam 200 tona 5120 eləyir. 5120 kilobayt faylın həcmidir, daha doğrusu diskin həcmidir. 20 kilobaytlıq fayl, deməli 20 kilobaytlıq neçə fayl yerləşdirmək olar? Ümumiyyətlə 20 kilobaytlıq fayl 20 kilobayt yer tutmur. Niyə görə? Bax, bu fayldır. 20 kilobayt, 8 kilobaytlıq klasterlərə yazılırsa, 8-i bura, 8-i bura, 8-i bura yazılır. 3 dəfə 8-in 3 dəfə 8-in
24 eləyir də. Elə 3 dənə klaster yazılır. Bu 20, bax 8-si bura, 8-si bura, 16-sı bura düşdü. Qalanında bir ki, belə deyək də, qalanında bura düşür. Ona görə 20 kilobaytlıq faylın özü heç 20 kilobayt yer tutmur. Nə qədər yer tutur? 24 kilobayt. Ona görə 5-i vururuq biz 200 tona, yəni 5120 eləyir. Onda 24-ə böləcəyik, 20-yə yox. Çünki qeyd etdiyim kimi də o faylın öz tutumu, diskdəki tutumu fərqlidir. 5120 bölünsün, deməli 24-ə. Bu da 213,3. 213, 213,3 eləyir. Bizdən nə soruşurdu? Klaster ölçüsü neçə fayl yerləşər? 213 dənə fayl tam yerləşəcək. Ona görə cavab olacaq B bəndi. Klasterin böyük olmasının üstünlüyü nədir? Bax, tutaq ki, deyək, burada 10 kilobaytdır. Tutaq ki, deyək, o birisində 2 kilobaytdır klaster. Nə olar üstünlük? Müraciət sürəti artır, fraqmentasiyanı azaldır. Fraqmentasiya əksinə artır. Diskin ölçüsü artıq fərqi yoxdur. Fayl daha əlverişli yerləşdirilir, əslində yox. Fayl daha çox yerləşdirilir, yox. Müraciət sürəti artır. Niyə? Çünki bax, müraciət biri var, bunlar parçalansın, belə-belə müraciət getsin diskdə. Bir də var, eyni yerdən məlumat oxunur da, ona görə sürət artır. Cavab olur A bəndi. Klasterin ölçüsünün kiçik olmasının üstünlüyü isə burada artıq fayl daha çox yerləşdirilir. Fayl daha əlverişli yerləşdirilir. Cavab olacaq D bəndi. Daha əlverişli yerləşdirilir. Daha çox fayl yerləşdirilir. Bu əslində biraz cümlə düzgün qurulmayıb. Amma yəni hər ikisi demək olar eyni məntiqə gəlib çıxır. Təkliflərdən hansı doğrudur? Əməliyyat sisteminin yüklənməsini boot proqramı təmin edir. Qurğuların test olunmasını BIOS proqramı. Yəni qurğuları test edən postu, amma proqram özü BIOSdur. Yəni iki mütləq olmalıdır. O proqram olaraq tam doğru cavabdır. BIOS əməliyyat sisteminin tərkibinə aid deyil. BIOS əməliyyat sistemi tərkibinə aid deyil, düzdür. Əməliyyat sistemi BIOSdan asılıdır. Yəni 3 mütləq olmalıdır. 3 mütləq olmalıdır. Disklərdən hansısa sektorları tapan proqram skan diskdir. Diskdən hansısa sektorları tapan, bəli, skan diskdir. 4 olmayanda avtomatik silə bilərik. Boot prosesinin əməliyyat sistemi nüvəsi ilə yanaşı avto yükləmədə olan proqramlarda əməli yaddaşa yüklənir. Bu fikir də düzdür. 5 olmayan variantda silə bilərik. Aha. Burada əməliyyat sisteminin yüklənməsini boot prosesi desəydi düz olardı. Bir ümumiyyətlə yanlışdır. Bir də baxmadıq. Sonra failin diskdə tutduğu yer klasterin ölçüsünə asılı ola bilər. Təbii ki, asılıdır. Bu da doğru fikirdir. Biz nə götürdük? B variantı. Aha. 10 kilobaytlıq fayl üçün neçə də 3 kilobaytlıq disk lazımdır? Belə deyək də 10 kilobaytlıq faylda neçə 3 kilobaytlıq? 3 kilobaytlıq 3-ünü bura yazdım. 3-ünü bura yazdım. 3-ünü bura yazdım. 9 elədi. Bir dənə 3 kilobaytlıq lazımdır. Biri də buraya yerləşsin. Neçə dənə? 4 dənə ən azı disk lazımdır ki, biz bunu tam yerləşdirə bilək. Uyğunluğu müəyyən edin. Plug and play texnologiyası qoş və işlət deməkdir. Obyektlərin mouse vasitəsilə sürüklənməsi drag and dropdur. 3 olacaq C. 3 olacaq C. Yeni qrupların komitə konfigurasiyasına uyğun avtomatik sazlanması plug and play-dir. 1 olacaq B. Obyektin digər proqramlarla əlaqəli işləməsi OLED-dir. 2 də olacaq A. Yəni A bəndi. Aşağıdakıların hansı belə bir fayl adları, mümkün fayl adlarıdır? COM 0-dan COM 9-a kimi olmaz. Burada problem yoxdur. LPD 0-dan LPD 9-a kimi olmaz. Amma burada slash işarəsi var, olmaz. Burada problem yoxdur. Null tək olmazdı. Belə bir problemimiz yoxdur. Ulduz ümumiyyətlə olmaz. LPT 0-dan LPT 9-a kimi, LPT 0-dan 9-a kimi olmaz. Kataloqda da bir problem görmürəm. 1, 3, 4, 7. Yəni C bəndi. Kitab 10 səhifədən ibarətdir. Hər səhifədə x sayda simvol var. Deməli 10 dənə səhifə. Deməli 4, 5, 6, 7, 8, 9, 10 dənə. Hər səhifədə x sayda simvol var və 5 baytlıq şəkil var. 5 baytlıq şəkil və x sayda simvol. Bütöv kitabın ümumi həcmi 250
bayt olarsa, hər səhifədə neçə baytlıq simvol var? Deməli, hər səhifədə 5 baytlıq şəkil varsa, 10 dənə səhifə varsa, 5 vurulsun 10-a, eləyəcək 50 baytlıq şəkil, 50 baytlıq şəkil. Və 256 və 250 baytlıq ümumi məlumatdırsa, 50-si onda şəklin həcminə düşür. Deməli, 200 onda mətn üçündür. 200 bayt mətndir. 200 bayt bərabərdir. 10 dənə səhifə var. Vurulsun x dənə simvol. X də bərabər nəyə? 20-yə. X də bərabər nəyə? 20-yə. Deməli, 20 dənə simvol var imiş. Cavab olacaq C bəndi.